əlavə təhsilə müraciət edənlər universitet yox, tibb kolleclərini seçirlər. İndi mən jurnalistika ixtisasını bitirmişəm, hüquq oxuya bilərəm. Bütün ixtisasların əlavə təhsili yoxdur. Heç bir halda əlavə təhsil ödənişsiz oxumaq olmur. Bugünkü mövzumuz əlavə təhsildir. Qonağım isə elm və təhsil üzrə ekspert Rizvan Fikrətoğludur. Rizvan müəllim, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Belə bir maraqlı mövzunu podkastınıza gətirmisiniz. Əlavə təhsil nədir? Hansı zəruriyyətdən yaranır? Nigar xanım, əlavə təhsil əslində zərurət deməzdim, ehtiyacdan yaranır. Yəni siz daha yumşaq formada deyirsiniz, amma mən daha bunu kəskin formada deyirəm. Yəni fərqimiz odur. Əlavə təhsilin həmin ehtiyacdan yaranır ki, burada şəxs ali məktəbə qəbul olur. Ola bilsin ki, valideynin istəyinə uyğun olaraq və yaxud da özü də tamamlamayıb hər hansı bir ixtisasa qəbul olub və sonra universiteti qutarır, ya iş tapa bilmir və yaxud da orada tanışı, qohumu hansısa bir işə qəbul etdirir onu, iş vəd edir, amma həmin yerdə ondan diplom tələb edirlər. Məsələn, tutalım şəxs qutarıb tarixi, amma o Nefqazda işləyir. Görsə tamamilə fərqli məsələlər çıxır ortalığa və buna artıq onun tarixə marağı yoxdur. İstərsən buna Nefqaz üzrə buna təhsil lazımdır və o balı da yığmağa ehtiyac, yəni çox çətindir. O balı yenidən hazırlaşmaq, qrupun dəyişir burada. Həm də vaxtı gedir. Vaxtı gedir və ailə qayğıları artır, öz qayğıları artır, xərclər artır, əlavə ödənişlər çıxır ortalığa öz xərclərini qarşılamaq üçün. Bu halda o daha alternativ olaraq Azərbaycan dövləti belə bir şans yaradıb ki, mən belə bunu adi primitiv desəm, yəni sən onsuz da bir dəfə bu yolu keçmisən və sənin müəyyən qədər universitet təcrübən var, sənin müəyyən qədər potensialın var. Sənə şərait yaradır ki, ancaq ödənişli halda burada heç kimə güzəşt yoxdur. Ancaq ödənişli halda ödənişini köçür, əlavə təhsili al. Əlavə təhsil universitetdən universitetə görə dəyişir. Elə universitet var ki, orada əlavə təhsilin müddəti fərqli olur. Əslində kredit sayıları, məsələn siz belə daha adi formada desəm, birinci aldığınız təhsildə oxşar fənlərin kreditləri uyğun gəlsə çıxılır, həmin fənləri keçmirsiniz. Əksər universitetlər ikinci kursdan götürür. Amma eləsi var ki, yox, orada kredit uyğun gəlməyəndə birinci kursdan götürmələr olur. Elə universitetdə var ki, əlavə təhsil 4 ildir qiyabi, eləsi var ki 5 ildir. Yəni bu müəyyən məsələlərdə universitetin öz qaydaları da olur. Və əlavə təhsildə bəzi universitetlər var ki, imtahandan götürür, bəzilər var ki, müsahibə ilə götürür, bəzilər var ki, imtahan müsahibə eləmir, bəziləri var ki, burada belə deyim də, bu nə qədər də yumşaq səsləməsə də deyəcəm, çünki burada nəzarət olmadığı görə bəziləri rüşvətlə götürür, əlavə pul deyir, ver, mən səni keçirim. Çünki burada vahid imtahan sistemi yoxdur. Bunu dim keçirmir. Təhsil Naziri də bu sayəyə nəzarət eləmir. Eləyir necə? Portal Eduaz saytına olur. Müsahibə çağırır, hər bir hallar baş verə bilər. Yəni burada müəyyən qədər məsələlər alınır. Amma əsas məsələ əlavə təhsil haqqında müəyyən qədər qanunlar var, Nazirlər Kabinetinin qərarları var, onlarla tənzimlənir. Amma müsahibənin olmasının yaxşı tərəfləri də var. Məsələn, siz utarmısınız, belə deyək, Azərbaycan ədəbiyyat müəllimi, amma inşaat mühəndisi olmaq istəyirsiniz. Müəyyən qədər suallar olunmalı ki, bəli, sən inşaat mühəndisinin olmaqla bağlı, yəni sən hansı potensialın var, hansı bacarığın var. Yəni universitet bunu dərk eləməlidir ki, bu humanitar sahədən müəyyən qədər dəqiq elmlərə gəlir, texniki sahəyə gəlir. Bəli, bu nöqteyi nəzərdən ondan müəyyən qədər bu sahədə işləyirmi, bu sahədə bunun hansısa fəaliyyəti var. Mən düşünürəm ki, o uğurlar nəzərə alıb ona imkan yaratmalılar. Bəzi universitetlər var ki, ümumiyyətlə plan yeri ayırır. Məsələn 100 nəfər. İlk müraciət edən 100 nəfəri götürürlər. Bəziləri var elə eləmir. Məsələn hamı müraciət edir, sonda bir imtahan keçirir və yaxud da sonda qiymətləndirmə keçirir. Yəni belə deyək də bu istiqamətdə ixtiyar universitetlərin üzərinə verilib. Amma mən başa düşürəm ki, düzdür, dünya təcrübəsində də bu var. İxtiyar universitetlərin üzərində olması daha yaxşıdır. Hətta qəbul imtahanlarını belə universitetlər özü keçirir. Amma düşünürəm ki, Azərbaycan reallığında bu özün tam da doğrulda bilmir. Onda əlavə təhsildə hansı ixtisası istəsək seçə bilərsiniz. Bəli. Seçə bilərsən. Burada hər hansı bir məhdud qoyulmur, amma dediyim kimi müəyyən qədər bacarıqlar yoxlanıla bilir. Məsələn, Bakı Dövlət Universiteti imtahan edir, daxili imtahan keçirir, müəyyən qədər dünya görüş, məntiq, informatika, bir də həmin o verdiyi sahədə, məsələn, hüquqa versə hüquq üzrə imtahan keçirir, orada daha çox bal yığan və həmin ayrılmış plan yerinə uyğun olaraq tələbəni götürürlər. İndi elə universitet var ki, əlavə təhsil üçün yeni qruplar açır. Tələbə çoxdur, yoxsa tələbə 3-4 nəfər olanda artıq test balından qəbul olunan qruplara daxil olunurlar. Yəni dediyim kimi burada qaydaları universitet özü
daha çox müəyyən edir, öz şurası müəyyən edir. Ümumi təlimatlar nəzərə alınır, amma burada əsas ixtiyar verilib universitetlərə. Əlavə təhsildə ödəniş məsələləri necə tənzimlənir? Ümumiyyətlə əlavə təhsil ödəniş, əyani qəbul məsələləri var. Burada ödəniş məsələləri adətən bakalavr ixtisasına bərabər və bəzən də ondan çox olur. Yəni biz adətən görürük ki, ödəniş məsələlərində bakalavr ixtisaslarında, məsələn, tutaq ki, biz ancaq universitetdən danışırıq, məsələn, kollecləri götürək, məsələn, tibb kollecində bütün ixtisaslar 1300 manatdır, Bakıdakı elə Sumqayıtda da. Amma biz bakalavrla qəbula baxanda bu 900 manat hardasa 1000 manat belə dəyişir. Eləcə də universitetdə də belədir. Əlavə təhsildə müəyyən qədər ödənişlərdə artım məsələsi var. Burada da eyni qaydada, yəni universitet öz xərclərini nəzərə alınır, ona sərf olunan müəllim, adi alınan belə bir flamasterin belə ödənişi oradan çıxarılır. Əlavə təhsilində bir məsələ var ki, orada ancaq və ancaq ödənişlidir. Orada heç bir imtiyazlı şəxsə güzəşt olunmur. Bunu belə başa düşək də, sən test imtahanından gəlmirsən. Yəni sən özün heç bir imtahan vermədən gəlirsən və bu ancaq ödəniş. Əgər yox, ödənişsiz istəyirsənsə və sən birinci bakalavrını ödənişli almısansa və yaxud da sən hər hansı imtiyazlı ailəsənsə və sənə ilk təhsilində bu imtiyazı sonradan qazanmısansa, test imtahanından gəlsən müəyyən qədər güzəştlər əldə edə bilərsən. Amma imtahansız gəlirsənsə, burada güzəştlər nəzərdə tutulmayıb. Əyani qiyab məsələsi də var burada. Əyani qiyab odur ki, adətən əlavə təhsilə tələbat daha çox qiyab edir. Çünki əyani oxumağa şəxslərin vaxtı olmur. Əksər ixtisaslar qiyabıdır. Ümumiyyətlə bütün ixtisasların əlavə təhsili var. Bütün ixtisasların əlavə təhsili yoxdur. Məsələn, bura daxildir pedaqoji ixtisaslar. Pedaqoji ixtisasların əlavə təhsili yoxdur. Ancaq test yolundan qəbul olasınız. Sonra məsələn, bəzi ixtisaslar var ki, o bir universitetdə əlavə təhsildə var, bəzilərində yoxdur. Yəni universitetdə olan bütün ixtisaslar əlavə təhsilə çıxarılmır. Məsələn, Bakı Dövlət Universiteti jurnalistika fakültəsində, necə Slavyan Universitetdə həmin ixtisasları, jurnalistika ixtisaslarını əlavə təhsilə çıxarmır. Yəni universitetlər bütün ixtisaslarını əlavə təhsilə çıxarmaya bilər. İndi mən jurnalistika ixtisasını bitirmişəm, hüquq oxuya bilərəm. Hüquq ixtisası belədir ki, əyanisi yoxdur, ancaq qiyabi formada və 4 il. Burada hüquq məhdud universitetlərdə var. Bakı Dövlət Universitetində var, Milli Aviasiya Akademiyası, Gömrük Akademiyası, Polis Akademiyası, eləcə də Naxçıvan Dövlət Universitetində əlavə təhsil kimi var. Bakı Dövlət Universiteti daxili imtahanlandır. Test imtahanı keçirilir. Orada həmin test imtahanından dediyim kimi hüquqdan suallardır, dünya görüş, məntiq, informatika. Bunları keçsəniz siz uğur qazanırsınız. Naxçıvan Dövlətdə də eləcə də imtahanlandı, sonra müsahibə təşkil olunur. Milli Aviasiya Akademiyasında imtahan yoxdur. Amma siz mütləq şəkildə hüquq olduğuna görə daha belə prestijli yerdə işləməlisiniz. Əsasən buna fikir verirlər. Qaldı ki, Polis Akademiyası mütləq həmin sistemdə işləməlisiniz ki, siz orada əlavə təhsil ala biləsiniz. Eləcə Gömrük Akademiyasında, gömrük orqanlarında işləməlisiniz. Deməli, sizin bu dəqiqə potensial olaraq siz əgər fərdi jurnalist kimi fəaliyyət göstərirsinizsə əgər və jurnalistsinizsə, ümumiyyətlə fərdi olmasın, hər hansı bir strukturda işləyirsinizsə, jurnalist olaraq siz real olaraq faktiki 3 universitetdə hüquq təhsil ala bilərsiniz. Bakı Dövlət və Naxçıvan Dövlətdə imtahan verməklə daxili imtahan. Bu imtahanı DİM Təhsil Naziri təklif edir universitet. Bir də Milli Aviasiya Akademiyasında. Amma burada ödəniş məsələsi var. Məsələn, Milli Aviasiya Akademiyasında hüquq 7000 manatdır. Bakı Dövlət Universiteti 5500 manatdır. Naxçıvan Dövlətdə 4500 manatdır. Yəni bu ödənişdə bu qədər pulunuz varsa, problem deyilsə bütün qapılar açıqdır. Amma pulunuz varsa. Qiyabi. Qiyabi mən düşünürəm ki, hüquq qiyabi oxunulması bir ixtisas deyil axı. Ümumiyyətlə hüquqşünaslar, yəni test imtahanından 600 neçə balda bilirsiniz ki, bu balla universiteti bitirib gələn ümumiyyətlə yüksək balla universitetə qəbul olub bitirən və əlavə təhsildən hüququ bitirənlər biraz hüquqşünaslar arasında adətən onları qəbul etmirlər. Biraz deməzdim bu qısqanclıqdır. Sadəcə insan düşünür ki, mən əziyyət çəkmişəm, sən əziyyətsiz gəlmisən. Yəni faktiki olaraq bu gün dediyim kimi, sabah hər hansı bir universitet hüququ əyani verə bilər. Burada məhdudiyyət yoxdur, təbii ki, təlimatlara uyğun olaraq. Amma faktiki olaraq biz bu gün universitetlər görürük ki, bunu yəqin ki, xərcləri nəzərə alır, müəyyən qədər xərc çox çəkmək istəmirlər. Çünki hüquqşünaslıq ixtisasında dərslər məsələsi var, digər məsələlər. Yəqin ki, bunlar nəzərə alınır. Yəni bu əslində universitetin öz qərarıdır. Yəni bu şəkildə qərar verib. Bakalavr diplomu ilə əlavə təhsildə alınan diplom eyni dərəcədədir.
Əslində bunların ikisi də eyni səviyyədən, ikisi də bakalavr sayılır. Bizdə yalnız və yalnız kolleclərin, bir də universitetlərin əlavə təhsili var və bunların verdiyi diplomlar eyni səviyyədə nəzərdə tutulur. Yəni məsələn, siz testlə qəbul olmusunuz. Mən tutaq ki, başqa bir ixtisasdayım, gəlib sizin olan ixtisası bitirirəm. Bizə verilən diplomların dərəcəsi eynidir və biz hər iki diplomdan magistraturada, məsələn, magistratura qəbul olursa, biz əsas diplomumuz yox, yəni əsas deməyək, bunun əslində ikisi əsas sayılır. Test balı ilə qəbul olub bitirdiyimiz universitetin diplomu ilə yox, əlavə təhsilin diplomu ilə mən ixtisasımı davam etdirə bilərəm. Burada heç bir məhdudiyyət yoxdur. Bərabərdir, səviyyələri eynidir. Heç bir halda əlavə təhsil ödənişsiz oxumaq olmur. Əslində olur. Yəni hansı formada olur? Biz bayaq qeyd etdik ki, əlavə təhsil yalnız şəxsin öz hesabındadır. Amma bu gün dövlət qurumları, məsələn, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına şəxslər göndərirlər və onun ödənişini dövlət qurumları qarşılayır. Yəni burada dövlət qarşılamadı. Yəni dövlət qurumları qarşılayır. Və yaxud da ki, hər hansı bir belə deyək də layihə çərçivəsində sizin ödənişiniz ödənilə bilər. Yəni burada sırf belə deyim, hər hansı imtiyazınıza görə olmadı bu güzəşt. Siz hər hansı dövlət qurumunda oxuyursunuz, tutalım, hər hansı bir qurum, məsələn, Maliyyə naziri 10 işçisini, məsələn üçün deyirəm bunları və qurum da misal üçün də şərtidir. 10 işçisini göndərir. O da nəyə görə? Məsələn, dövlət qulluğu haqqında qanunda var ki, əgər siz yaxşı kadrsınızsa və sizə ehtiyac varsa, daha yüksək vəzifə çəkmək istəyirlərsə, amma təhsil o istiqamətdə deyilsə və yaxud da ki, təhsilinizi daha da genişləndirmək üçün dövlət qurumu sizin kimi kadr itirməmək üçün dövlət qurumunun hesabına sizi əlavə təhsil almağa göndərə bilər. Yalnız bu halda ola bilər ödənişsiz, sizin üçün ödənişsiz. Amma yenə də universitetə ödəniş ödənilir. Ha siz ödəmiş, ha sizin işlədiyiniz qurum ödəsin. Yəni burada mahiyyət dəyişmir. Yenə də ödənişli olur. Bəs universiteti bitirmiş şəxs əlavə təhsil almaq üçün kollecə verə bilər? Əslində bu hal Nigar xanım çox geniş almış halda təəssüf olsun ki, bayaq biz qeyd elədik ki, əlavə təhsil zərurətdən meydana çıxır, yəni ehtiyaclardan. Bu ehtiyac olur ki, məsələn siz humanitarı qurtarmısınız, amma maliyyə sahəsində işləyirsiniz və sizdən təhsil tələb olunur. Siz bu halda gedirsiniz maliyyə, məsələn İqtisadiyyat Universitetində maliyyə ixtisasını və yaxud da iqtisadiyyat ixtisasını bitirirsiniz, o tələblərə cavab verəsiniz. Amma elə şəxslər var ki, universitet bitirib, qalıblar ortalıqda. Nə iş tapa bilirlər? Mən demirəm bu günah universitetində. Bu tələbənin də günah ola bilər, universitetində də günah ola bilər. Əsas odur ki, bu kadr iş tapa bilmir. Belə olan halda nə edirlər? Əksəriyyət, yəni əlavə təhsilə müraciət edənlər universitet yox, tibb kolleclərini seçirlər. Bu necə baş verir? Təbii ki, bunlar tibb universitetinə verə bilmirlər. Çünki tibb universiteti adətən burada bir spesifik halı var ki, tibb universiteti adətən öz tələbəsini götürür. Məsələn, stomatologiyanı bitirəni müalicə işinə götürür. Məsələn üçün deyirəm, indi biraz fərqli cür ola bilər. Ola bilsin ki, istisna halda kimya, biologiyanı bitirənlər digərinə verə bilsin. Belə istisna hallar, azmaz hallar olur, amma əksərən belə hallar olmur. Yəni humanitar sahəni qutaran tibb universitetini götürə bilmirlər. Onda nə edir şəxs? Gedir tibb kollecini oxuyur və ən azı düşünür ki, mən buna tələbat da var və əslində baxanda düz düşünür. Ən az düşünür ki, mən hər hansı bir xəstəxanada, hər hansı bir klinikada tibbatçı kimi və yaxud da ki, hər hansı bir aptekdə əczaçılıq qutarsa, əczaçı kimi işləyə biləcəm. Bu hallarda hədsiz çoxdur. Yəni belə deyək, universitetdən axın edirlər tibb kolleclərinə. Çox sağ olun Rizvan müəllim. Bizim sosial şəbəkə hesablarımıza əlavə təhsillə bağlı çox saylı suallar gəlirdi. Bu suallardan da inşallah ki, maariflənərlər. Təşəkkür edirəm. Maraqlı mövzu ilə dəvət üçün təşəkkür edirəm.